Polkası belə durmasa mən evdən çıxmaram. Ayaqqabım bu brenddən olmasa mən ayaqqabı geyinmərəm. Yeməyimin içində bu olmasa, siz təsəvvür edirsiniz, mən baxıram onlara, mən heyrət içindəyəm. Bu necə ola bilər? Bu hansı beyindir? Yəni mənə heç cür çatmır da bunlar. Və onların çox böyük, qalın, hədsiz sərhədləri var, çərçivələri var və onlar xoşbəxt deyillər. Amma onlar məhkumdular. Məhkum qalırlar da. Amma başa düşmür ki, niyə belədir? Bizdə nəsildə anam da belədir, xalam da belədir, bacılarım da belədir. Çünki onlar əslində oyaq olduqlarını sanan yatmış insanlardır. Stereotiplərin içində itib batan insanlardılar. Həyatın əsl gözəlliklərinin fərqində deyillər. Kiməsə görə bir gözəl bir gülü iynəmək, o qoxunu almaq onun üçün gözəl bir şükür səbəbidir. Kiməsə görə bir brenddən çanta daşımaq bir şükür səbəbidir. Hər ikisi normaldır. Seçimlər azaddır. Ancaq bu seçimin sənə nə hiss verir? Önəmli olan odur.